İki sayılı Gəncə Regional Asan Xidmət Mərkəzində Asan könüllülərinin ikinci regional karyera sərgisi baş tutub. Tədbir Asan Xidmətin və Dövlət Məşğulluq Agentliyinin Gəncə Daşkəsən Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə reallaşdırılıb. Əsas məqsəd Gəncə, Şəmkir, Göygül, Samux, Naftalan, Tovuz, Mingəçevir, Göranboy və ətraf rayonlarda yaşayan könüllü gənclərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq olub. Tədbirdə 40-a yaxın müəssisə və təşkilat tərəfindən ümumilikdə 100-dən çox vakansiya təqdim olunub. Karyera sərgisində 600-ə yaxın gənc aktiv vakansiyalara müraciət və işə götürənlərlə birbaşa ünsiyyət imkanı əldə ediblər. Bu prosesə 43 mindən çox könüllü gənc qoşulub. Bugünə kimi könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3400-dən çox könüllü Asan Kadr portalı vasitəsilə işlə təmin olunub.